Hoş gördük əziz tamaşaçılarımız. Biz bu günlərim İmişli rayonunun Xəlifəli kəndində gözəl ziyalı bir müəllimimizin qonağıyıq. Xoş gördük müəllim, necəsiz? Yaxşıyam, sağ ol. Müəllim özünüzü təqdim edin. Mənim adım Famildir, familiyam İmanov. Atamın adı Əzrullah. Yəni İmanov, Famil Əzrullahoğlu. Mən 1940-cı il aprel ayının 1-də həmin bu kənddə, yəni İmişli rayonu Xəlifəli kəndindən anadan olmuşam. İbtidai məktəbi kənddə almışam, öz kəndimizdə. Ondan sonra 6 il İmişli şəhər məktəbində oxumuşam və 57-ci ildə həmin məktəbi bitirmişəm. Çox gözəl. 58-ci ildə o vaxt Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix Filologiya Fakültəsinə qəbul olmuşam. 5 ildən sonra 1963-cü ildə həmin fakültəni bitirmişəm və o vaxtdan da fasiləsiz olaraq ixtisasım üzrə dil, ədəbiyyat və tarix müəllimi işləmişəm. Neçə il fəaliyyətdə olmusunuz? 46 il müəllim işləmişəm. Çox gözəl, çox gözəl. Müəllim, hansı məktəblərdə dərs demisiniz? Ancaq öz kəndimizdə, Xəlifəli kənd orta məktəbində. Çox gözəl. Müəllim, yoldaşınız kim olub? Yoldaşım orta təhsilli olub, rəhmətə gedib, Allah rəhmət İmanova eləsin. Səkinə Behti qızı. Müəllim, neçə evladınız var? 11 evladım. Maşallah. Neçə nəvəriniz var müəllim? 29 nəvə. Nəticəniz var? Nəticəm onların təyin mən biləcəm 5 yaz. Müəllim, sizin yolunuzu davam etdirən nəvələrdən, evladlardan kimlər var? Biri İngilis dili müəllimidir, biri Neft Kimya İnstitutunun elektrik və elektronika fakültəsini tutarıb, Bakıdadır. Sonra bir nəvəm də Hərbi Akademiyanın Hərbi Tibbi fakültəsini tutarıb, Bakıda işləyir. Çox gözəl. Biz sizin haqqınızda maraqlandıq. Çox gözəl bir rəylər aldıq ki, Famil müəllim çox dəyərli bir müəllimlərimizdən biridir və qabaqcıl müəllimlərdən olmusunuz. Sizin həyat fəaliyyətiniz haqqında bilmək istəyərdik ki, yəni bildiyimizə görə gözəl şeirlər də yazırsınız siz. Sizin kitablarınız var. Çox gözəl və müəllim, onu bir kuplet bizim üçün də deyərdiniz zəhmət olmasa. Bir qoşmam var, 60 yaşdan sonra bir qoşmadır. Onun son bəndi deyirəm. Buyurun. Mənim bu sözlərimi kim saxlasa yadında, yəqin bir zaman gələr, deyər, Famil adında bir müəllim var idi. Yaxının da, yadın da qəlbinə nur silərdi, indi dünyadan köçüb. Allah ömür versin sizə, müəllim, qabaqcıl müəllimlərimizdən biri olmusunuz. Müəllimin ən böyük uğuru şagirdləridir və sizin yolunuzu davam edən, sənət sahəsində olan şagirdlərinizdən adlarını bilmək istəyərdik. Onlar çox böyük. Filologiya ən çox elə mənim ixtisasım üzrə. Filologiya üzrə, tarix üzrə çoxdur. Bilmək olar adlarını? Adlarını bilmək olar. Tarix üzrə İsmailov Zakir rəhmətə gedib. Sonra tarix üzrə Mikhailov Zaur, qabaqcıl müəllimdir bu saat, tarix üzrə. Mikhailov Zaur. Filologiya üzrə daha çoxdur. Biz onların adını tutmuşam, hərəcik tərəvizlər. Filologiya ondan artıq müəllim çox gözəl. Mən buradan şagirdlərinizə nə demək istəyərdiniz? Şagirdlərimə can sağlığı arzulayıram, işlərinə uğur arzulayıram və onlara həm də minnətdaram ki, mənim estafetimi uğurla davam etdirirlər. Qabaqcıl müəllim tanırlar əksəriyyəti. Çox sağ olsunlar, biz də buradan təşəkkürümüzü bildik. Və müəllim, bir 5 il, 10 ildən sonra gələcək nəsillər sizin bu videonuza baxanda onlar üçün nə tövsiyələr bildirərdiniz? Nə deyərdiniz? Gələcək nəsillərə nə tövsiyə bildirərdiniz? Hər şeyə, xanım, hər şeyə mən öz münasibətim olur. Heç vaxt biri akademik olsun, bir fikir söyləyibsə, mən onu yoxlamağa çalışacağım, öz fikrim olsun.
Ona göre bəzi tənqidi fikrində ola bilər. Ola bilər. Verilir. Amma o sualın bunlar təhlilini verə bilmirlər. Əlbəşilikdir. Mənim ondan xoşum gəlmir düzü. Mən çox istərdim ki, proqrama elə tərtib olunsun ki, təkcə hər hansı tutaq ki, bədii əsərin adını yox, yəni müəllifin adını yox, o əsərin mahiyyətini də dərk eləsinlər. Proqrama elə olsun. Bax, bu kitabda mən onların öz fikrimi yazmışam. Geriyə boylananda xatirə povestimdə. Onlar bir bəndində, bizə bir bənddə həsr eləyərsiniz müəllim. Nə? Şeir. O üyələr hələ tutur. Yarıma o çağlar mənim, elə bil əl edib məni çağırır. Qəlbimdə min arzu, qəlbimdə min istək arzu doğur. Yadıma düşəndə o çağlar mənim. Axırıncı bənd o. Çökməyib yağı, nə qədər gəlməyib zəfər sorağı, zəlil görmədəcə o tayqulağı, gözlərim yaş döküb hey ağlar mən. Tayqulaq sözü bilmirəm sizə müəllim. Çox gözəl müəllim. Allah ömür versin sizə. Biz də şad olduq sizin kimi dəyərli bir müəllimimizi həmsöhbət olmağımıza. Çox sağ olun müəllim.